qoşuldun Ramal. Nə qədər nömrən var sənin? Nə qədər nömrələrə bir 10 dənə nömrə dəyişmisən qrupa girəndən. Hə, bir kezdin görüm. Hə, bunu deyirdim bizə. Bax, qəmlə şad dedik, antonim ola bilər, yoxsa ola bilməz. İndi niyə ola bilməz? Şad sifətdir. Qəm sifətdir. Şad sifətdir yoxsa? Mən qəm. Qəm isimdir, şad sifətdir. İndi də Emil sənin kameran itdi. Nə oldu ya yenə? Mən bir qoşulanda birinci dəfə əlimdəydi zəng etdim. Əlimdəydi. Elə bildim indi sən də başqa nömrə ilə yazarsan mənə. Deməli bax, qəm isimdir, şad sifətdir. Bunlar eyni nitq səsinə aid olmadığına görə, yəni bunlar antonim sayıla bilməz də. Dedik axı ki, antonimlərlə sinonimlər ikisi də eyni nitq səsinə aid olmalıdır da, yəni müxtəlif nitq səsinə aid ola bilməz. Emil niyə bağlıdır kameran? Mənim açıq deyil. Bəs mən görmürəm axı səni. Mən biləcəm. Yaxşı, bəs sinonimlər iki yerə bölünür əslində. Biz bunları, sinonimləri iki yerə bölürük də. Elə bil nisbi sinonim var, bir də mütləq sinonim var. Nisbi sinonim o deməkdir ki, yox açılmadı, yenə də eynidir. Nisbi var, bir də mütləq var. Mənim mütləq bir-birinin mənim sinonimi ola bilir. Yəni mütləq həmişə bir-birinə əvəz eləyə bilər də. Məsələn, deyək ki, bura deyə bilərsən ki, gözlük. Məsələn, bir də deyək ki, eynək, bəli. Bir də çeşmək də var, çeşmək. Hamısı belə gözlük mənasındadır da. Yəni rusçası da açıq bu mənadadır. Yəni həmişə, indi açıldı kameram. Bunlar həmişə bir-birinə əvəz eləyə bilər. Axı deməli ona görə mütləq şəkildə bir-birinə əvəz etdiyi üçün bunlar mütləq sinonimdir. Bir də nisbi var da, mütləq və nisbi. Haysa, bir də nisbi var. Nisbi amma həmişə əvəz etmir bir-birinə. Məsəl üçün nisbiyə nümunə deyə bilərsiniz. Nisbiyə məsələn mən ürək gəlib, məsələn ürək ağrıyır demək olar, məsələn könlüm ağrıyır demək olmaz. Ürək, qəlb, könlüm demək olmaz. Bəli. Çünki bunlar həmişə bir-birinə əvəz etmirlər də. Mən mütləq sinonimlərinə bir də şey deyirlər, dubletlər. Aysə mütləq sinonimlərin digər adı dubletlərdir bəli. Bir də ki, burada şeydir də, məsələn insan, adam, bu da götürə bilərsiniz də mütləq sinonimi kimi. Çünki insanla adam hər iki halda ikisi eyni şeydir də. Ona görə bunlar mütləq sinonim sayılırlar. Başa düşdünüz? Bəli. Sonra məsələn, indi gəldik burada frazeoloji birləşmələri var. Frazeoloji birləşmələr. Frazeoloji birləşmələr. Deməli, bunlar məcazi mənada olan sabit söz birləşmələrdir. Bəli. Sabit o deməkdir ki, yəni ki, olduğu kimi qalanda, yəni heç bir dəyişikliyə məruz qalmayan. Məsələn üçün deyək ki, cin atına minmək. Cin atına minmək. Əsəbləşmək demək. Bəli. Və yaxud da məsələn deyək ki, dilotu yemək. Dilotu yemək. Bəli, çox danışmaq. İndi bunu yazmayayım da, ağzına salıb oturmaq nə deməkdir? Susmaq. Bəs yaxşı, can vermək olsun. Can vermək. Hansı mənaları var? Kömək etmək. Can vermək, yox, belə yox da. Canı yanmaq mənasında ola bilər ki, məsələn, yazığa gəlmək mənasında ola bilər. Amma can vermək iki dənə mənada işlənə bilər. Yəni biri var ki, məsələn, günəş bitkilərə can verir. Yəni onları dirildir, onları yaşadır, həyat verir, onlara həyat bəxş edir. Dirilmək mənasında. Hə, bir də ki, məsələn, kimsə can verir də, hər hansı bir canlıdır, can verir. Yəni ki, ölür də, vəfat edir. Bu mənadadır. Bildiniz? Bir də var məsələn, cana gəlmək. Bunlar amonim frazeoloji birləşmədir. Cana gəlmək. Dirilmək. Biri var ki, məsələn, deyirəm ki, bu ətdən falan ərzaq məhsullarından, yəni yemək içmək yeyib cana gələrsən də, yəni ki, belə dirilərsən, canlanarsan, bu mənada. Bir də var ki, məsələn, işin çoxluğundan, dərsin çoxluğundan cana gəlmişəm də, yəni bezmişəm də, usanmışam, bu mənada. Başa düşürsünüz? Hə, başa düşürsünüz mən? Bəli.
Bir də bu frazeoloji birləşmələrin bu aslı tərəfi, əsas tərəfi ola bilməz. Çünki bunların tərəflərini yəni parçalayıb ayrı-ayrılıqda biz sual verə bilmirik də. Məsələn, deyək ki, Nəriman onu görəndə cin atına minir. Kimin atına minir deyə yəni sual vermək olmaz bunu. Cin atına nə edir? Belə suallar vermək olmaz da, səbləşir mənasındadır, bəli. Amma bu tək-tək sözləri axı tərəflərini biz burada parçalaya bilmədiyimizə görə tək-tək sözlərə ayrıca sual vermək olmaz da. Yəni nə edir sualını versək, cin atına minir, hamısı bir dənə sözə, yəni suala cavab vermiş olur. Yəni ki, ayrı-ayrı deyil də, təkcə bir suala, yəni bir birləşmənin hamısı bir dənə suala cavab verməlidir. Sonra burada testlər var, frazeoloji birləşmələrin testləri var. Deyəsən yarısını işləməmişdik, hə, şeydə. Güvənin testinə yarısı qalmışdı. Gəlin onu burada açım, onu işləyək. Bir dəqiqə. Bir dəqiqə. Mən görüm özümü atmışdım. Bir də baxın, fonetika ilə bağlı belə qeydləri düzəldirəm, atacam qrupunuza. Baxın, maraqlıdır. Qarabisləri göstərim. Belə, baxın, burada danışıq üzvlərim falan da qoymuşam bura, maraqlıdır. Mənim siz hazırlayırsınız? Əslində tam belə mən hazırlamıram. Mən atıram, GPT-də hazırlayır özü, atır mənə. Sadəcə məlumatları mən atıram. İndi paylaşıram buradan. Görə bilirsiniz kitabı. Gözləyin. Burada çox amonim qalmışdı da. Bunları işləyək. Bir dəqiqə. Mənim görsəndimdir. Bir dəqiqə görsənəcək. Gözləyin. Düzəldim. Qoyun açılsın. Ramal, niyə titrəyirsən? Düzəltdin? Bunları deməmişik də elə. Yaxşı, indi biri oxuyaq. Ramal oxusun biri. Bir məna paylanan biri isim, digəri isə feil kimi işlənə bilməyən omonomu müəyyən edin. 1. A. Kürü, B. Kök, C. Yol, D. Tala. Yol. Deməli, məna hallarından biri isim deyir və biri feil kimi işlənə bilməyən deyir də bizə. Kürü axı həm isim, həm feil kimi işlənə bilər. Ona görə bu deyil. Mənim kök. Kök feil kimi ola bilməz. Kök sözünün nədir amonimi? Mənim biri var kök insan. Tam bir var kök. Yediyimiz kök mənasında ola bilər. Bir də kök insan mənasında yəni ola bilər. Gəlin kökdə çəkilsin. Belə çəkilir də, belə olur. Bir də yaşıl, belə biraz amma maraqlı yaxşadır. İndi yol sözün bəs amonimi nədir? Mənim biri var yol, dümdüz maşınların istifadə etdiyi yol. Yəni gedilən yol və neysə yolmaq da məsələn bu mənada. Saç yolu ola bilər. Yaxşı, bəs tala sözün nədir amonimi?
Tala var. Mən kimi. Mükəmməl Biri var mənasında. talamaq. Talamaq. Talamaq Tala xeyirdir, yəni məhv eləmək. Bir də var tala, meşədə kiçik açıq sahə. Bu mənadadır. İstəyirsiniz bunun mənasını götürün, yazın. Bax yazın ki, meşədə bilirsiniz bunu, meşədə kiçik açıq sahə. Ki buradan yazıram, yazın açıq sahə. Tala sözünün mənasıdır. Meşədə kiçik açıq sahə. Yazdınız? Mən meşədə kiçik açıq var. İndi ikiyə baxaq. İki məna taylara eyni nitq hissəsinə aid olan homonimlər dərəcəsini müəyyən edin. Mən C olar. Axı burada dolu sözü var. Elə üçü də müxtəlif nitq hissəsinə aiddir axı bunların. Ya bu C variantındakı sözlərin nə idi homonimi? Məsələn, dolu sözünün nə idi homonimi? Mən biri var dolu yağış, bir də var məsələn vedrənin dolu olması. Yəni isim və sifət kimi oldu da. Deməli bu ola bilməz burada. Bir dənə gözləyin. Bana. Bir dənə gözləyin. Paylaşacağım ekran.